Salam əzizlər. Deməli, birinci qonaqlar çox yorulmuşam. Birinci qonaqlarımızlardan biri deməli Chevrolet Malibu avtomobilidir. Bu avtomobil bizim yanımıza gəlmə səbəbi nədən ibarətdir? Deməli, avtomobildə işə saldığı zaman, işlədiyi zaman başlayır yüngül tüstü verməyə və biz yanacaq siləcələri, farsonqaları sökdük, test elədik. 2 ədəd farsonqasında problem var. Biri yanacağı saxlamır, biri isə gecikir, gec vurur. İndi inşallah ki, çalışdığımız qədər ki, %90 ehtimalle çalışacağıq ki, bunu stenddə yumaqla təzyiq altında bu farsonqada olan problemi aradan qaldıraq ki, çünki nəyə görə? Bu Chevrolet Malibu avtomobillərində deməli problem ondan ibarətdir ki, ən çox da porşenlərində problem olur. Həmin bunların porşenində problemin olması səbəbi isə bir mənalı olaraq yanacaq sistemidir ki, farsonqada problem olur. Ya farsonqa yanacağı normadan çox verir, ya farsonqa işləmir, porşen başlayır quru işləməyə və yaxud da ki, həddindən artıq çox yanma kamerasında yanma gedir və porşen gidrodar görür. Yəni, o bəzilər ustalar deyir, avtomobil gidrodar görür, porşen ya altdan partlayır, ya kolsadan partlayır. İndi bu ehtimallara gəlib çıxılmaq üçün mütləq olaraq ki, öz ustavınızı yaxınlaşın ki, vaxtında avtomobil bir check-up yoxlanışını eləyin. Əsasən də bu Malibularda ki, sonradan böyük bir fəsadları gətirib çıxartmasın. Təşəkkürlər, izləmədə qalın.